Dövlət Təhlükəsizlik Xidmətindən əməliyyat icra başçısı belə saxlanıldı. Xəzərdə hücum təşvişi. Türkiyəyə pis xəbər verildi. Azərbaycanın adı çəkilir. Rusiya Türkiyəyə Qara Dənizdə müharibə elan edib. Ankaranın cavabı nə olacaq? Bakının bu tələbini yerinə yetirəcəyik. Pagosyan. Rusiya təhlükəsi aradan qalxmayacaq. Ekspert. Dövlət Təhlükəsizlik Xidməti Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb. Axar TV həmin məlumatı təqdim edir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat istintaq tədbirləri zamanı Balakən rayon icra hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahidoğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranmışdır. Müəyyən olunmuşdur ki, İslam Rzayev Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir, tikinti və abadlıq quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 külli miqdarda mənimsəmə və 311.3.2 təkrar rüşvət alma maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Xəzər dənizində Lukoil şirkətinə məxsus neft hasilatı platformalarına ikinci hücumu həyata keçirib. Məlumata görə Alfa xüsusi əməliyyatlar mərkəzinə məxsus uzaq mənzilli dronlar 11 dekabrda bir dəfə zərbə endirilmiş Xəzər dənizindəki Filanovski yatağında yerləşən neft hasilatı platformasına ikinci dəfə hücum edib. Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, Korçagin yatağındakı ikinci platformada zərbəyə məruz qalıb. Hücum nəticəsində Lukoilə məxsus hər iki buza davamlı platformadakı vacib avadanlıqlara ziyan dəyib və istehsal prosesləri dayandırılıb. Bu hadisə Ukrayna müharibəsinin artıq Azərbaycan üçün təhlükə yaratması kimi dəyərləndirilir. Global Info Aza danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi müxtəlif ölkələr üçün təhlükə yaradır. Rusiya dronları artıq bir müddətdir ki, Avropa İttifaqı ölkələrinin, xüsusilə Polşa, Estoniya, Latviya və Litva səmalarında görünür. Hətta bu dronların zərbələri nəticəsində Polşada həlak olanlar var. Qazaxıstan da müharibədən zərər görən ölkələrdəndir. Nijnovorsk limanı vasitəsilə Qazaxıstan neftinin daşınmasında müəyyən problemlər yaşanıb. Müharibə artıq Türkiyəyə də təsir edir. Belə ki, Türkiyənin bəzi gəmilərinə hücumlar edilib. Bu barədə Prezident Rəcəb Tayyip Ərdoğan da açıqlamalar verib. Rusiya Qara Dənizdə Türkiyəyə məxsus Viva yük gəmisinə hücum edib. Gəminin göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu bildirilir. Diqqət çəkən məqamsa bundan cəmi bir neçə gün əvvəl, dekabrın 12-sində Ukraynanın Odessa limanında Türkiyəyə məxsus başqa bir yük gəmisinin də hücuma məruz qalmasıdır. Ardıcıl insidentlər Türkiyənin təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Global Infoaz məsələ ilə bağlı politoloq Oktay Qasımovla müsahibə edib. Türkiyəyə qarşı bu hücumlar təsadüfüdür, yoxsa Rusiya üçün zərurətə çevrilib? Sualına politoloq belə cavab verib. Rusiyanın Türkiyəyə məxsus gəmiləri hədəfə alması ciddi suallar və narahatlıq doğurur. Qısa müddət ərzində ikinci dəfə Türkiyə gəmisinin vurulmasını təsadüf hesab etmirəm. Hazırda Ukrayna limanlarına ən çox daxil olan gəmilər məhz Türkiyəyə məxsusdur. Rusiya Türkiyəyə qarşı niyə bu cür addımlar atır? Sualına isə politoloqun cavabı belə olub. Ankara ilə Kiyev arasında əlaqələr genişdir. O cümlədən Türkiyə Ukraynanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe sərgiləyən dövlətlərdən biridir. Bu mövqe bütün platformalarda, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşlərdə qarşı tərəfin diqqətinə çatdırılıb. Bu prosesi Rusiyanın Türkiyəyə qarşı müharibə elanı kimi qiymətləndirmək olarmı? Sualına isə politoloq belə münasibət bildirib.
Şübhəsiz ki, Rusiya son dövrlər özünü müəyyən qədər güclənmiş hesab edir və bu fonda müxtəlif dövlətlərə qarşı təzyiqləri artırmağa çalışır. Lakin hesab edirəm ki, gəmilərin qəsdən hədəfə alınması halında belə bu davranışlar Rusiyaya ciddi uğur gətirməz. Çünki Moskvanın Ankaraya çox ciddi ehtiyacı var. Ermənistan hökuməti konstitusiyanı Azərbaycan və Türkiyənin tələbi ilə dəyişdirəcək. Bunu erməni ekspert Vardan Pagosyan deyib. Yeni konstitusiya məsələsi Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblərdən irəli gəlir. Hakimiyyət bu tələb çərçivəsində Ermənistanın əsas qanununu dəyişdirməyə hazırlaşır. O bildirib. Xatırladaq ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müvafiq bəndin Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir. Ermənistanda konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçiriləcəyi gözlənilir. Rusiyanın NATO'nun şərq cinahına yaratdığı təhlükə heç vaxt aradan qalxmayacaq. Bu barədə İsveçin keçmiş Xarici İşlər Naziri Tobias Billström deyib. Onun sözlərinə görə Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Rusiya təcili olaraq müdafiə qabiliyyətini artırmalı olan Avropa üçün təhlükə olaraq qalacaq. O, Moskvanın NATO hava məkanına dronların müdaxiləsində iştirak etdiyini vurğulayıb. Müharibədən sonra belə Rusiyanın İsveç kimi ölkələrə və NATO'nun bu cinahındakı qonşularına qarşı təhlükə yaradacağından xəbərdar olmalıyıq.